Zəhmət çəkən adamlar var, əli qabar bağlayır. Ona hörmət eləyir, əllərindən öpək. Deyək, sən nə mömin adamsan. Biz oruç tutana deyir, maşallah mömin adamdır. İşləyən adam var, alnının təri ilə ruzu qazanır. Onun əlindən öpəsən və deyəsən, bu nə imanlı adamdır, nə mömin adamdır. Möminliyin meyarı budur. Təkcə namaz qılıb alnını səcdəyə qoymaq deyil. Kim halal ruzu qazansa, onu yesə, kənə yevməl qiyaməti fi idadil ənbiya. Bundan o yana nə deyim? Buyurur ki, kim halal ruzu qazanıb yesə öz zəhməti ilə qiyamətdə peyğəmbərlərin cərgəsində olar. Ənbiyaların, peyğəmbərlərin. Və yəxuzu səvabəl ənbiya. Və peyğəmbərlərin savabı qədər Allah ona savab verər. Allahın qurduğu nizam belə əzəmətli və qəribə bir nizamdır. Məişət, çalışmaq, ruzu qazanmaq çox mühümdür. Sağ ol.